Bugün Azərbaycanda marketoloqlar doğrudan biznesi dəyər qatır, yoxsa sadəcə kontent və reklam idarə edən icraçı var? Təbii ki, dəyər qatan və kifayət qədər güclü marketoloqlar var ki, məncə dəyər qatan və güclü marketoloqların hamısı deməyim də, çoxu da kifayət qədər yüksək pozisiyalardadır. Yəni mənim rəhbərimin həmişə bir qəşəng sözü vardı. Deyirdi ki, 3 milyon insan işləyirsə, əmək müqaviləsi varsa, sadəcə bunun 100-ü top menecerdir və yaxud 50-si top menecerdir. Demək ki, o 50-sinə qalxmaq üçün sən sadəcə kontentlə, sadəcə sosial media marketinqlə və yaxud rəqəmsal marketinq bilikləri ilə o həddə çıxa bilmərsən. Misal üçün sən marketinqi daha geniş anlamalısan və marketinqin biznesin digər bölmələrinə təsirini də eyni səviyyədə hiss eləməlisən. Yəni marketinqin maliyyə ilə əlaqəsini də anlamalısan, marketinqin satın alma təchizatla əlaqəsini də anlamalısan, marketinqin HR-la da bağlı yanaşmasını anlamalısan. Yəni ən basitindən deyim, bugün daxili kommunikasiyası güclü olmayan bir şirkətin və yaxud employment branding dediyimiz, yəni işçilər tərəfdən şirkətin tanınırlığı güclü deyilsə, nə qədər vakansiya verirsən, işçi tapa bilmirsən. Demək ki, marketoloq məsələyə daha geniş aspektdən baxmalıdır. Təbii ki, var, amma sayları məncə kifayət qədər azdır.